Baxaq 15-ci suala. 15-ci sualda radiusu R olan, yəni radiusu R bərabərdir 6 olan, radiusları 6 olsun. AB qövsünə, bu AB qövsünə söykənən daxili çəkilmiş bucaq. AB söykənən daxili çəkilmiş bucaq da ACB bucağı olsun. 45 dərəcəyə bərabərdir. AB minor qövsünün uzunluğunu istəyir. Yəni bizdən buraya bir en yazsaq. ANB qövsünün uzunluğunu istəyir. L bərabərdir pi R böl 180 vur alfa düsturundan istifadə eləyək. Buradakı alfa mərkəzi bucaqdır. Bizdə də daxilə çəkilmiş bucaq 45-dir. Daxilə çəkilmiş bucaq 45-dirsə, buna uyğun AB qövsünün dərəcə ölçüsü olacaq 90 və mərkəzi bucaqda uyğunluğu olacaq 90 dərəcə. Çünki daxilə çəkilmiş bucaq söykəndiyi qövsünün dərəcə ölçüsünün yarısına bərabərdir. Mərkəzi bucaq isə söykəndiyi qövsünün dərəcə ölçüsünə bərabərdir. Ona görə bizə burada lazımdır birinci mərkəzi bucağı tapıb sonra düsturda yerinə yazmaq. Pi vurulsun, R-imiz 6-dır, böl 180 vur alfa yerinə də 90 yazırıq. Bunlar ixtisar gedir, qalacaq 3pi. Olacaq B-bəndi. Baxıram növbəti suala. Baxıram 17-ci suala. Deyir, diametri AC olan çevrədə AMB qövsü uzunluğu 6pi, BNC qövsünün uzunluğu isə 2pi'dir. BNC qövsü, burada en yazaq. BNC qövsünün uzunluğu isə deməli. BNC qövsünün uzunluğu isə 2pi olarsa çevrənin radiusunu tapın. Baxsaq, AMB qövsünün uzunluğu, AMB-nin uzunluğu 6pi'dir, BNC-nin uzunluğu da 2pi'dir. Onda AC qövsünün uzunluğu olacaq bizdə 8pi. Yəni bu tərəf 6pi, bu tərəfdə 2pi. Olacaq 8pi. AC qövsünün uzunluğu da olacaq 8pi. Yəni bizə də ki, çevrənin uzunluğunu tapın, çevrənin radiusunu tapın. AC qövsünün uzunluğu 8pi'dirsə, onda çevrənin tam olacaq uzunluğu C bərabərdir 2pi yerinə baxsaq. Onda çevrənin tam uzunluğu, yəni AC'nin uzunluğu 8pi'dirsə, onda tam çevrənin uzunluğu olacaq 16pi. 8pi'nin 2 misli. Buradan da 2pi ilə 16pi ixtisar gedəcək, R qalacaq 8. Bunu bir də belə bu üsulla yaza bilərdik. Deməli, buranı silim. Bir də yaza bilərdik ki, L bərabərdir pi R böl 180 vur alfa. Burada bizə çevrənin radiusunun uzunluğunu soruşur. Biz AC qövsünün uzunluğunu tapmışdıq. AC qövsünün uzunluğu dedik 8pi olmuşdu. Və AC də açıq bucaq olduğuna görə dərəcə ölçüsü də 180 dərəcədir bucaq olaraq. Onda L bərabərdir pi R düsturundan istifadə eləsək, pi R böl 180 vur alfadan. L 8pi tapmışdıq. Bərabərdir. Pi vurulsun R böl 180 vur alfada. AC deməli, AC-yə söykənən qövsün dərəcəsi 8pi'dirsə, onda AC-nin bucağı da 180 dərəcədə açıq bucaq olduğuna görə burada 180'lər ixtisar gedir, pi'lər də ixtisar gedir. R qalır 8. Bir də bu düsturdan istifadə edib tapa bilərik. Buradakı AC qövsünün uzunluğunu biz 8 tapdıq və AC-də açıq bucaq olan dərəcə ölçüsü 180 dərəcədir. Bu şəkildə. Baxaq digər suala 18, 19, indi 19-cu suala baxaq. Silək buranı. 19-cu suala radius 25 olan çevrənin diametrdən bir tərəfdə şəklini çəkək. Baxaq 18-ci suala. 19-a baxırdım. 19 ilə 18 fərqlidirlər deyə. Birində diametri müxtəlif tərəflərində, birində bir tərəfdə. Ona görə hər ikisinə baxaq. Birinci başlayaq 18-dən. Deyir, radius 17 olan çevrənin diametrinin müxtəlif tərəflərdə uzunluğu 30 və 16 olan iki paralel vətər çəkilib. Onda CD-nin uzunluğu olsun 30. ML-in də uzunluğu olsun 16. İki paralel vətər çəkilmişdir. Bu vətərlər arasındakı məsafəni tapın. Deməli, məsafə dediyinə görə vətərlər arasındakı məsafəni
Biz bir O'dan D'yə və O'dan L-ə perpendikulyarlar çəkək. O'dan. İndi baxaq, bizdən burada bir nə yazaq? K yazaq. Burada bir F yazaq. Bizdən əslində hansı məsafəsini? KF məsafəni istəyir. Çünki vətərlər arasındakı məsafəni istəyir. Bizim çevirən radiusumuz da 17-dir. Çevirən radiusunu da çəkək. Bu O'dan M-ə qədər məsafə və O'dan D-yə qədər məsafəni çəkdim. Bunlar da bizdə radiusdur. Yəni 17-dir. 17. Bunun üstündə də 17 yazıram. ML vətənin uzunluğu 16-dırsa, demişdik ki, mərkəzdən çəkilən 12 bərabər hissəyə bölür 8, 8. Və CD vətənin uzunluğu 30-dursa, onda mərkəzdən çəkiləndə vətərə qədər məsafə deyəndə həmin vətəri 2 bərabər hissəyə bölür. Bu da 15, 15 olacaq. Onda burada 2 dənə üçbucaq yaranır. Bir M, O, F üçbucağında. Burada onda Pifagora görə MO-nun kvadratı bərabərdir. MF-in kvadratı üstəgəlinsin FO-nun kvadratına. Buradan da 17-nin kvadratı bərabərdir. 8-in kvadratı üstəgəlinsin FO-nun kvadratına. FO-nun kvadratı da bərabərdir. Deməli, 289-dan 64 çıxanda 225. O da FO da eləyəcək 15. F-omuz oldu 15. Tapaq ikinci düzbucaqlı üçbucağa görə. İkinci düzbucaqlı üçbucaqda o KD üçbucağıdır. Burada da eyni qaydada. Deməli, OD-nin kvadratı bərabərdir. OK-nın kvadratı üstəgəlinsin KD-nin kvadratına. KD-nin kvadratına. OD-miz də 17-dir. 17-nin kvadratı bərabərdir. OK-nın kvadratı üstəgəl KD-də 15-in kvadratıdır. Buradan da OK-nın kvadratı olacaq 64, OK da olacaq 8. İndi bizdə də deyək ki, bu vətərlər arası məsafəni tapın. Vətərlər arası məsafə KF-dir. OK-nı 8 tapdıq. FO-nu da 15 tapdıq. Məsafə də 15 üstəgəl 8 olacaq 23. Deməli, 15 üstəgəl 8 oldu 23. Nəsə yazmadı qələm. 23. Baxıram 19-cu sual. 19-cu sualda deyir ki, radius 25 olan çevrənin diametrindən bir tərəfdə uzunluqları 40 və 30 olan 2 paralel vətər çəkilmişdir. Radius 15-dirsə və diametrdən bir tərəfdə uzunluqları 40 olan CD olsun 40 və MN də olsun 30. 2 paralel vətər çəkilmişdir. Bu vətər arası məsafəni tapın. Baxaq. Vətərlər arası məsafəni istəyir. Biz birinci eləyə bilərik. Deməli. Bu məsafəni bütöv çəkirəm. Yazıram bura bir K. Burada bir F yazıram. Bizdən KF məsafəsini istəyir. KF-i. Vətərlər arasındakı məsafəni istəyir çünki. Radiusu da çəkək. Düzbucaqlı üçbucağa tamamlayaq. Bu tip suallarda düzbucaqlı üçbucağa tamamlayırsınız. Deməli, bir belə çəkirəm. Bir də belə. Buradan indi görəsiniz. Deməli, birinci baxıram. Rəngini dəyişək. Bu üçbucağa. Aha, bu üçbucaqda OD bizim radiusumuzda 25-dir. 25. CD vətəri bölünüb 20-yə. Onda FD-miz olacaq. FD-miz olacaq 20. Üstündən yazaq 20. Və buradan tapa bilərik biz OF-i. Onda bayaqki kimi Pifagora görə OF-in kvadratı bərabərdir. 25-in kvadratı çıxılsın 20-nin kvadratına. Onda OF-in kvadratı bərabərdir. 225 qalacaq. 625-dən 400 çıxanda OF eləyəcək 15. OF-i tapdıq 15. İndi digər üçbucağa baxsaq, digər üçbucağa. Bu üçbucağa. Deməli, baxaq OKN üçbucağına. OKN üçbucağında da yenə OKN üçbucağında da yenə OK-nın kvadratı bərabərdir
KE-nin kvadratı üstə gəlsin OE-nin kvadratına. Bizdə də M-in 30 verilmişdisə, onda bura məsafə deyəndə, bura qədər məsafə deyəndə buranı düz biz axı işarəsi qoymamışdıq. M-in parçası bölünür 2 bərabərsi 15 və 15-ə. Onda yenə OK-mız bilmirik, yazıram. OK-nın kvadratı bərabərdir. KN-imiz 15-in kvadratı üstə gəlinsin ON. ON özü də yenə radius olduğuna görə 25-dir, 25-in kvadratına. Buradan da OK-nın kvadratı bərabərdir 625-in üstünə 625 üstə gəl 225. Bir dəqiqə burada səhv getdi. Buranı silim. Burada olacaq OK-nın kvadratı bərabərdir Pifaqora görə OE-nin kvadratı, çünki OE-nin hipotenuzdur. OE-nin kvadratı çıx KE-nin kvadratına. Bu zamanda OK-nın kvadratı bərabərdir. ON-imiz 25-in kvadratı 625 çıxılsın. KN-imiz 15-in kvadratı 225. Buradan da alırıq ki, OK-nın kvadratı bərabərdir 400-ə və OK da bərabər olacaq 20-yə. OK 20-dir, OF da 15-dir. OF bura 15-dir. Ümumi də 20-dir. Onda 20-dən 15-in çıxanda burada qalır 5. Deməli, KF məsafəsi oldu 5 santim A bəndi. Baxıram 21-ci suala. 21-ci sual deyir ki, OBCD kvadratın C təpəsi mərkəzi olan çevrə üzərindədir. B nöqtəsi OY radiusu üzərindədir və BD məsafəsi 6/2-dir. BD 6/2-dir. Baxaq, bu BCD kvadratı. Kvadrat olduğundan BD kvadratın diagonalı onu bölür bucaqlara 45, 45-ə. Eyni qaydada bu tərəfdə 45, 45 və kvadratdır. Kvadratın diagonalı o tərəfinin kökü mislidir. Tərəfinə bir A desək, onda deməli BD A/2-dir. A/2 bərabərdir 6/2-yə. Buradan alınır ki, kvadratın tərəfi 6 imiş. Tərəf 6-dır. Bizdən nə istəyir? Bizə deyir ki, BY-ni tapın. BY-ni tapın. Biz baxsaq buradan. Deməli, bu OC radiusunu da çəksəm, OC radiusun. OC radiusu da eyni zamanda kvadratın diagonalı olur və 6/2 olur. Radius 6/2-dirsə, deməli, onda OY də radius olduğuna görə 6/2-dir. Və bizdə də BY məsafəni istəyir. BY-ni tapmaq üçün OY radiusundan çıxarıq OB məsafəsini. Yəni, OY məsafəsindən çıxarıq OB-ni. OY radius olduğundan 6/2-dir. OB-ni də 6 tapmışıq. Bu da eləyir D bəndi.